Tamaşaçılarımız tamamilə haqlıdırlar. Mən də o prosesin içindəyim. O vəziyyəti mən də hiss edirəm. Hər gün dükandan, bazardan nələrsə almalı oluruq və hər gün qiymətlərin artmasını müşahidə edirik. Tariflərin artması və s. də göz qabağındadır. Həyat getdikcə çətinləşir və mütəxəssislərimiz də, iqtisadçılarımız da bu məsələdə saysız-hesabsız açıqlamalar yazırlar, təhlillər ortaya qoyurlar, kifayət qədər inandırıcı şəkildə vəziyyəti şərh edirlər və artıq şəbəkədə yazmayan qalmayıb ki, Azərbaycanda istər orta maaş, istər orta pensiya, istər adam başına düşən ümumi daxili məhsulun payı və s. kimi göstəricilərdə Azərbaycan nəinki inkişaf eləmiş ölkələrdən, hətta qalib gəldiyimiz Ermənistandan da geridədir. Yəni bunu hamı yazır. Yəqin şəbəkədə bunu görürsünüz. Və bunun həlli yolu prinsip etibarından sir deyil. Bunun həlli yolunu biz də bilirik ki, dəfələrlə demişik, mütəxəssislər göstəriblər və mən əminəm ki, hakimiyyət özü də bunun yolun nədən ibarət olduğunu bilir. Və bu yol ondan ibarətdir ki, iqtisadi azadlıqlar verilməlidir. Monopoliyalara son qoyulmalıdır. Korrupsiya əməllərinə son qoyulmalıdır. Məhkəmələr müstəqilləşməlidir ki, iqtisadi azadlıqlar ortaya çıxa bilsin. Güclü olanlar, vəzifəli olanlar, arxası olanlar digər vətəndaşlarımızı boğmasınlar, onların iqtisadi təşəbbüslərini boğmasınlar. Bu yolu bütün dünya gedir. Yəni, iqtisadi azadlıqdan başqa həyat səviyyəsinin yüksəlməsinin birbaşa yolu yoxdur. Təbii ki, iqtisadi azadlıqlar həm də siyasi azadlıqların da bərqərar olmasını tələb edir. Amma eyni zamanda hakimiyyətdən dördəlli yapışmış qüvvələr heç olmasa iqtisadi azadlıq məsələsinə diqqət eləməlidirlər. Bu korrupsiya, monopoliya məsələsinə son qoymalıdırlar. Yolu bunun budur. Və təbii ki, insanlarımız haqlarını tələb eləməlidirlər. İnsanlarımız səslərini ucaltmalıdırlar. Yəni, mən indi burada alt yazıları görürəm, tamaşaçılar tamamilə haqlıdırlar. Və o sərhədlərimizdə sərhəd keçid məntəqələrinin bağlı olması məsələsini yazırlar. Bu biabırçılıqdır. Və bunu güya təhlükəsizlik səbəblərini izah eləmək heç bir şəkildə məqbul deyil. Yəni, dünyada elə bir ölkə yoxdur ki, bu onun sərhədləri bu şəkildə bağlı olsun. Yəni, sərhəd keçid məntəqələri bağlı olsun. Və bunu təhlükəsizliklə biz əsaslandırırsa Azərbaycan hakimiyyəti, belə çıxır ki, dünyada 200-ə qədər dövlət var və bu dövlətlərin hamısının ya təhlükəsizlik qayğıları yoxdur, ya təhlükəsizlik problemlərini həll ediblər. Təhlükəsizliklə maraqlanan bir dənə Azərbaycan hakimiyyətidir və təhlükəsizlik problemi ancaq Azərbaycana aid problemdir. Bu, Gürcüstanın, Ermənistanın, Türkiyənin, İranın, Rusiyanın, nə bilim, hətta Şimali Koreyanın, Suriyanın, Liviyanın, Misirin, bütün ölkələrin, bunların heç birinin təhlükəsizlik problemi yoxdur. Bütün dünya sərhədləri açıqdır bu pandemiyadan sonra. Azərbaycanda isə bunlar bağlı saxlanılır və bu sərhəd boyu yaşayan insanlarımıza çox pis təsir edir, borçalı cəmaatına çox, onların vəziyyətinə çox pis təsir edir. Amma tək onlar deyil, bu hamımıza təsir edir. Yəni, istənilən xarici səfər üçün biz məcburuq ki, Azalın bahalı reyslərindən istifadə edək. Ancaq Azal və Bakıya uça bilən başqa şirkətlərin reyslərindən istifadə edə bilək. Halbuki, sərhədlər açıq olanda insanlar rahat şəkildə qonşu ölkələrə gedib, həm işlərini görürlər, həm də həmin ölkələrdən də başqa ölkələrə yollar olurdu, daha ucuz qiymətlər olurdu. Bu məsələlər və digər məsələlər həllini tapmalıdır. Və hakimiyyət başa düşməlidir ki, bu məsələlər gec-tez həll olunmalıdır və bunu nə qədər tez həll etsələr, bir o qədər işin xeyrinədir.